rəqəmlərin mənasını bilirsiniz. Sizə əsrimizin ən sirli dizaynerindən danışacağam. Bu dəfə sizə çox sevdiyim bir dizayner haqqında danışacağam. Ən sirli, ən yenilikçi, anti-fashion dizaynerlərdən biri olan Martin Margiela. Dekonstruktivizm, anti-moda, avangard, minimalistika, eyni zamanda anonimlik. Əsasən bu dizayneri bizə tanıdan kəlmələr. Belçika doğumlu bu dizayner Royal Academy Fine Arts'da öz təhsilini alıb. Hətta Antwerp 6 deyilən, Antwerp altılığı olan dizaynerlər arasında həmişə Margiela'nın adı çəkilir, amma belə deyil. Margiela onlardan ayrı zamanda təhsilini bitirib. Lakin hamısı Belçikanın belə deyək, əsas dizaynerləri sayıldığı üçün onu da ora əlavə edirlər. Onda Antwerp 7 desək daha doğru. Royal Academy Fine Arts'dan sonra bir müddət Jean-Paul Gaultier'in yanında təcrübə keçir. Düzdür, Gaultier onun o qədər bacarıqlı, istedadlı biri olduğunu deyirdi ki, hətta onu öz tələbəsi kimi görmürdü, yəni. Lakin Martin Margiela həmişə öz müəllimi kimi, ona ustadı kimi baxır. Öz brendini 88-ci ildə qurur və ilk kolleksiyasında bu dönəmlər təqdim edir. Brendi yalnız qurmur, Jenny Mayron'la birlikdə bu işi qurur. Martin Margiela'nın demək olar ki, bu işi qurarkən büdcəsi yox idi. Hətta ilk kolleksiyasında onlar bütün tapdıqları vintaj geyimlər, köhnə ikinci əl geyimlərdən istifadə ediblər. Ümumiyyətlə Margiela'nın yəni anti-moda dizayner olmasının əsas göstəricisi də məhz anti-glamur geyimləri yaratması, köhnə geyimləri, ikinci əl geyimlərini dekonstruktivizm ilə yenidən bərpa etməsi və yeni bir geyim yaratmasında görünür. Anonimlik deyəndə biz onun elə ilk etiketindən başlasaq yaxşı olar. O öz adını etiketə yerləşdirmir. İlk etiketləri ağ rəngdə olacaq və biz Martin Margiela'nın 4 dənə, yəni arxadan görünən tikiliş xəttini biləcəyik və siz o sapları görəndə bilməlisiniz ki, bu geyim Martin Margiela'dandır. Müsahibələrin birində onun yaxın işçisi deyir ki, həmin dövrlərdə biz bu paltarı giyinəndə arxadan kimsə gəlib tikişlərə elə bilirdi ki, nəsə paltarın üzərinə yapışıb. Amma indi isə bu ən vacib DNT-lərdən birinə çevrilir. Margiela öz anonimlik üslubunu nəinki etiketdə, eyni zamanda modellərdə də göstərdi. Modellərin üzünün görünməsini istəmirdi. Ona görə Martin Margiela'nın növbəti DNT-sinə yansıyacaq maskalar ortaya çıxır. O nümayişlər zamanı modellərin üzünü müxtəlif formada bağlayır. İstər make-upla, istər hər hansı bir maska. Kolleksiyası zamanı məşhur Tabi ayaqqabılarını da kəşf etdi. Əslində Tabi Yaponlarda 15-ci əsrdən sonra corab kimi yəni istifadə olunub və burada baş barmaqla digər barmaqların ayrılması bir tarazlıq yaradır. Bunu Yaponiya səfəri zamanı görən Margiela elə ilk kolleksiyasının nümayiş zamanı onun dilindən desək bir ayaqqabı çıxartmaq istəyirdim. Və özümə sual verdim, bu nə olar? Və həmin anda Yaponiyada gördüyüm Tabilər yadıma düşdü və onu daha hündür daban üzərində çıxardır və bu ayaqqabılar high fashion'a, yüksək modaya qədər gedib çıxan bir məhsula çevrilir. Biz hal-hazırda o ağ etiketin üzərində rəqəmlər görürük. Məsələn, 0 artisanal xəttidir, yəni yüksək əl işləri olan kolleksiyalar. Bir qadın kolleksiyası, 3 ətir kolleksiyası, rəqəmlərin hər birinin kolleksiyaya görə mənası var. Margiela'nın maraqlı bir DNT-sindən danışmaq istəyirəm. Qeyri-adi dəvətlər, yəni dəfilələrə və dəfilələrin özü də həmişə qeyri-adi yerlərdə, məkanlarda və formatda keçirilir. Onun ilk kolleksiyasından danışmaq istəyirəm. Uşaqların oynadığı bir ərazidə dəfilə keçirilir. Heç kimin tanımadığı bir yer. Bunun üçün uşaqlardan hətta icazə də alır. Elə buna görə uşaqlar ilk sırada əyləşirlər və sonra da dəfilənin içində uşaqlar hər tərəfə qaçışırlar. Sonra onu tənqid edənlər çox oldu bununla bağlı. Hətta uşaqlardan istifadə etdiyini dedilər. Bir müddət sonra isə Martin Margiela bu söz-söhbətdən artıq mətbuatdan incəyəcək və anonimliyini demək olar ki, işinin sonuna qədər hətta
da indiyənə qədər də gizlədəcək. Daha mətbuata nə müsahibə verəcək, nə də onu biz mətbuatda şəkillərini görəcəyik və heç zaman dəfilədə də sonda dizayner olaraq çıxış etməyəcək. Marjela bu anonimliyi həmişə qoruyur və indiyənə qədər də biz onu demək olar ki, görmürük, məlumatımız yoxdur. Sadəcə son filmdə Marjelanın sözləri ilə bu filmdə arxa fonda özü danışır. Ona görə biz bu hadisələrin doğruluğuna tam əmin ola bilirik. Hətta onun kollektivlə olan rəsmində belə bütün kollektiv var. Bir stul boşdur. O isə Marjelanın yeridir. İlk başlardan ağ rəngi seçdi. Təmizlik və anonimlik rəngi olaraq ağ rəngi saxladı. Həm etiketdə, həm onun bütün ilk showroomu mebelinə qədər hər bir şey ağ rənglə rənglənmişdi. İndi də Marjelada işləyənlər həmişə ağ xalat geyinir, bu ənənəni qoruyub saxlayırlar. Marjelanın çox dəfilələri qeyri-adidir. Hər dəfiləsində anti-fashion mesajlarını həmişə ötürməyi bacarır. Atası bərbər olur və biz onun gələcəkdə kolleksiyalarda saçdan necə istifadə etdiyini görəcəyik. Və onun nənəsi dərzi olur. Onun nənəsinin ona təsiri çox olur bu sənətdə. Və bu sənəti seçməsində isə ilk dəfə moda həftəsini televiziyada uşaq olarkən görür və valideynindən soruşur ki, bu nədir? Və eşidəndə ki, bu moda həftəsidir, o gələcəkdə dizayner olacağını qeyd edir. Növbəti kolleksiyalarında biz geyimin ülgü formasında çıxmasını görəcəyik. Yaxud digər kolleksiyasında buzdan taxılmış boyunbağlar və burada əriyərək rənglər paltarın üzərinə tökülür və yeni bir obraz yaradır. 2000-ci illərdən sonra Marjela daha da çox az görünməyə başlayır. 2006-cı ildə OTB Group artıq Marjela brendini tamamilə sahiblənir. 2009-cu ildə Marjela öz brendini, yəni yaradıcı dizayner olaraq tərk etdiyini bildirir. 2014-cü ildə Galliano Marjela brendinə kreativ dizayner olaraq işə başlayır. Dior'dakı hadisələrdən sonra qovulan Galliano artıq tam yeni bir dövrə hazır idi. Marjelada çox maraqlı kolleksiyalarla işinə başlayır. Sadəcə təəssüflər olsun ki, son 2024-cü ildə onun artıq bu brendi tərk edəcəyi bəlli olur. Son maraqlı kolleksiyası ilə Marjeladan demək olar ki, nida qoyaraq sağollaşır. John Galliano'dan sonra Glenn Martens Marjela brendinə dizayner olaraq keçib. Dahi Marjela bir kolleksiyasında nə edir? Köhnə geyimləri alır, onların şəkillərini çəkir və həmin şəkilləri yeni paltarların üzərinə çap edir. Bu üslubun adı isə Trompe Oil adlanır. Çox dizaynerlər artıq bu üslubdan istifadə edir. Biz bir geyimin üzərində sanki başqa bir geyimi görürük. Marjelanın kəşflərindən, anti-fashion mesajlarından saatlarla danışmaq olar. Yəni o bir dahi idi, həqiqətən bir dahi idi və səs salmağı, yadda qalmağı bacardı. Hal-hazırda lüks brendlər sırasındadır. Düşünürəm Marjelanın dəsti xəttini başa düşmək asan deyil. Amma həmişə yaradıcılıqda belə insanlar olmalıdır. Çünki moda, incəsənət tələb edir ki, həmişə inqilabi xarakterli insanlar onun yöntəmini dəyişdirsin. Marjela niyə anonimlik yolunu seçdi? O düşünürdür ki, mənim adıma görə yox, mənim yaratdıqlarıma görə tanınım. Modelin üzünə, bədəninə görə yox, geyimə görə alsınlar. Danışmaq bəs eləməz, odur ki, gəlin sizə onun maraqlı kolleksiyalarından, nümayişlərindən görüntülər verim. $1,000